həqiqi Ədədlər. ədədlər. Aha, əvvəlcə aydınlaşdıraq görək həqiqi ədəd nədir? Baxın, birinci deyirəm ki, əgər P daxildir Z. Z bilirik ki, nədir? Tam ədəd. Tam ədədlər mənfi, 0 və müsbət olur. Bunu bilirik yəqin ki. Aha. Və deyirəm Q daxildir natural. N də bilirik ki, natural ədədlərdən natural ədəddirsə, P bölünsün Q şəklində göstərilə biləcək ədədlərə biz rasional ədədlər deyirik. Yəni, baxın, P bölü Q bu şəkildə göstərilə bilən ədədlərə rasional ədədlər deyirik. Yaza bildinizmi? Aha, nümunə üçün məsələn 2/3. 2/3'ü biz 23 bölünsün 10 şəklində, yəni P bölünsün Q şəklində göstərə bildikmi? Göstərdik. Deməli, bu nədir? Rasional ədəddir. Oldu. Məsələn, tutaq ki, 7. 7-ni biz rasional ədəd kimi necə göstərə bilərik? 7 bölünsün 1. Düzdürmü? Məsələn, 0. 0-ı nə göstərərik? 0 bölünsün 15. Bu da 0 vermir? Verir. Məsələn, olsun, 0 bərabər 0 bölünsün 75. Onsuz da 0-ı nəyə bölsən 0 düşür. Yəni, 0-ın yerinə istənilən ədədi nə edə bilərik? Qoya bilərik. Düzdür? Aha. Və yaxud bir dənə də mənfisini deyək. Mənfi niyə deyirəm? Çünki biz demişdik tam ədəd var. 1/4'də 1. Düzgün olmayana çevirdikdə bir dəfə 4. 4. Üstünə də 1 gələndə 5. Mənfini də yazırıq. Olur. Mənfi 5 bölünsün 4. Bu da nə oldu? Rasional ədəd oldu. Yəni ki, əgər ədədi tam və natural ədədin nisbəti şəklində göstərə biliriksə, biz buna rasional ədədlər deyirik. Rasional ədədlər çoxluğunu böyük Q hərfi ilə işarə edirlər. Q hərfi. Yəni, Q hərfi rasional ədədlər çoxluğunu göstərir. Aha. Bunu biz ta o vaxtlardan bilirik ki, bütün tam ədədləri, yəni bütün ədədləri belə deyim də, hər hansı iki tam ədədin nisbət şəklində göstərilə bilər. Və belə bir, necə deyim, dini cərəyan irəli sürmüşdü Pifaqor. Pifaqor deyirdi ki, bütün ədədləri iki ədədin nisbət şəklində göstərmək olar. Amma Pifaqorun tələbəsi var idi. Adını bilmirəm, nə idi? Çünki Pifaqor onu öldürtmüşdü. Çünki dini cərəyanı pozurdu da. Bu terminləri niyə deyirəm? Çünki başa düşək. Pifaqor deyirdi ki, bütün ədədləri tam ədədlərin nisbət şəklində göstərə bilir. Amma tələbəsi ona belə deyim də qarşı çıxmışdı. Deyirdi ki, bütün ədədləri tam ədədin nisbət şəklində göstərmək mümkün deyil. Dini cərəyan pozulmasın deyə də Pifaqor öz tələbəsini boğub öldürtmüşdü. Yəni o vaxtı belə şeylərə necə deyim, qeyri yanaşırdılar da, belə başa düşün. Xoş gəlmirdi. Aha, Pifaqorun tələbəsi nə etmişdi? O deyirdi ki, tutaq ki, kvadratı daha tərəfi 1 olan, düzdürmü? Diaqonal nə olur? Düz bucaqlı üç bucaq aldıqmı buradan? Bu kvadratın diaqonalı neçə olur? Kök 2. Düzdürmü? Deyirdi ki, bax bu kök 2-ni, yəni tərəfi 1 olan kvadratı P bölü Q şəklində göstərmək mümkündürmü, mümkün deyilmi? Bunu araşdıraq. Baxın, tərəf də 1, bu da 1. Bunun, necə deyim, diaqonalı neçəyə bərabər olur? 1 plus 1. 1-in kvadratı plus 1-in kvadratı hipotenuzun kvadratına bərabər olur. Düzdürmü? Buranı da tapanda 1 plus 1 kök 2. Kök 2-ni buradan alır. Aha, deyir ki, kök 2 bərabərdir P bölü Q. Buradan isbatlayaq. Gəlin hər tərəfini kvadrata yüksəldik. Bu ifadənin hər tərəfini kvadrata yüksəldik. Sağı da, solu da. Eləyir P kvadratı bölünsün Q kvadratı. Bərabərdir 2. Düzdürmü? P kvadrat bölünsün Q kvadrat. Bərabər 2. Buradan P kvadratını tapsam, alaram 2Q kvadratı. Baxın, buradan nə görsənir? Aydın olur ki, ikinci tərəf nədir? Həmişə cüt ədəddir. Niyə? Çünki 2-yə vururuq. Baxın, Q kvadratı istəyir 9 olsun. İstəyir 16 olsun. Düzdürmü? Məsələn, 3-ün kvadratı Q 3 olsun. 3-ün kvadratı 9. Bunu sən 2-yə vursan da yenə bura 18 eləyir. Yenə cüt eləyir. 16-ya vursan 32. Yenə cüt eləyir. Yəni 2Q kvadrat nə deməkdir? Həmişə cütdür. Həmişə cüt. Düzdür? Aha. Bu
Bu cütdürsə, P-də nə olur? P də avtomatik cüt olur, düzdürmü? Bəli. Aha, gəlin P-yə bir dənə cüt ədəd qoyaq. Cüt ədəd nədir? Məsələn 2K. 2K nədir? Həmişə cütdür. K-ya 1 qoyun, yenə cüt. K-ya 3 qoyun, cüt. K-ya 4 qoyun, cüt. Yəni 2K ifadəsi həmişə cüt. Onda P-yə bir dənə 2K qoyaq. Gəlin burada yerinə qoyaq 2K-nı. Olsun 2K-nın kvadratı bərabər 2Q kvadratı. Düzdürmü? Buradan nə alaram? 4K kvadratı bərabər 2Q kvadratı. Q kvadrat nəyə bərabər olur? 2K kvadratına. Düzdürmü? Aha. P də cüt, daha doğrusu Q də cüt oldu, düzdür? K kvadratına nə qoyursan qoy, 2-yə vuranda cüt eləyir. Bu ifadə həmişə cütdür. Deməli Q nəymiş? Q də cüt imiş. Baxın, P-yə də cüt tapdıq. P də cüt oldu. Q də cüt oldu. Bunlar nə oldu? Bir-birindən ziddiyyət yaratdı. Əgər o da cütdürsə, bu da cütdürsə, 2-yə ixtisar getməlidir. Amma əvvəlcədən qoymuşuq ki, ixtisar olunmayan kəsirlərdir. İxtisar olunmur axı. Kök almışıq. Nə ilə ixtisar olsun? Buna deyirlər əksini fərz eləməklə isbat. Başa düşdü? Başa düşdüm. Aha. Bunu niyə dedim, bu isbatı? Yəni başa düşməliyik ki, bütün ifadələri P bölü Q şəklində göstərmək mümkün deyil. Əgər bu da cütdürsə, bu da cütdürsə, hə, yaxşı, cütü cütə böləndə nəsə ixtisar gedir də bunun içində. Mütləq ikilər ixtisar gedir. Axı ixtisar olmadı orada. Yəni bunu başa düşməliyik ki, bütün kəsirləri P bölü Q şəklində göstərmək mümkün deyil. Yəni Pifaqorun tələbəsi nə imiş? Haqlıymış. Başa düşdünmü? Pifaqorun tələbəsi demişdi bunu. Pifaqor özü deməmişdi. Aha. İndi bizdə gəlir irrasional. Bax bu ədədlərə P bölü Q şəklində yazın ki, göstərilə bilməyən ədədlərə irrasional ədədlər deyilir. İrrasional ədədlər deyilir. İrrasional ədədlərdə böyük i ilə işarə eləyirik. Elə özünün baş hərfidir. İ irrasional. Yazdınızmı? Bəli. Aha. Baxın, biz irrasional ədədlərlə çoxdan tanışıq əslində. Bütün gün görürük, günümüzdə də istifadə edirik. İrrasional ədədlər hansıdır? Məsələn, kök altında 3, kök altında 2, tutaq ki, y ədədi, pi ədədinin özü irrasionaldır. Y ədədinin təqribi qiyməti nə qədərdir? 2,17. Pi-nin də təqribi qiymətini 3,14 verirlər. Biz belə görmüşük. Düzdür? Hər yerdə bundan istifadə edirik. Düzdürmü? Aha. Bu pi hardan gəlir? Onu da sizə deyim. Bax, adını da yazıram pi. Pi çevrənin uzunluğunun diametrə nisbətinə bərabərdir. Çevrənin uzunluğu s-dir. İndi çevrə keçəncə deyəcəyik. Çevrənin uzunluğu s-dir, diametri də d-dir. S-ni deyə böləndə çevrənin uzunluğu 22 metrdir. Diametri də 7-dir. 22-ni 7-yə böləndə təqribən 3,14 düşür. Həmin bax bu pi-nin qiyməti buradan alınır. S çevrənin uzunluğudur, D də diametrdir. Başa düşdük? Bəli. Aha, pi ədədi də irrasionaldır. Oldu mu? Aha. Yazdınız mı? Bəli. Aha. İndi bizdə elə bir düşüncə yaranır ki, irrasional ədədlər daha azdır. İrrasionallar daha azdır. Biz də belə görürük də. Harda var ki, hər gün biz y, pi görmürük ki, hər gün biz 1, 2, 3, 4, 5 görürük. Yəni rasionallar nədir? İrrasionaldan çoxdur. Biz belə düşünürük. Düzdürmü? Amma əslində irrasional ədədlər rasional ədədlərdən qat-qat çoxdur. Yəni təsəvvür elə bilməyəcəyimiz qədər çoxdur. Baxın, indi gəlirəm həqiqi ədədlərə. Həqiqi ədədlər, niyə birinci həqiqi ədədlər demədim? Birinci rasional, irrasional başa düşək ki, sonra keçək həqiqi ədədlərə. Həqiqi ədədlər rasionalla irrasionalın birləşməsidir. Rasionalla irrasionalın birləşməsi. Daxildir R. Həqiqi ədədlərdə R ilə işarə edirik. Yəni rasionalla irrasional bir yerdə bizə verir həqiqini. Aha, bunu da başa düşdünüzmü? Bəli. Aha. İndi gəlin göstərək ki, rasional ədədlər irrasional ədədlərdən daha azdır. Yəni irrasionallar daha çox. Tutaq ki, bizim hər hansı bir ədəd oxumuzdur. Koordinat 0, düzdürmü? Gəlin bura rəqəmlər yazaq. 1, 2, 3, 4. Burada yazaq -1, -2,
-3. Bu qədər yazdım da, bu qədər kifayət eləyir çünki. Aha. Hı -hı. Tutaq ki, indi deyirəm ki, məsələn, özünüzdən bir rəqəm götürün. Rasionallar nəyə bərabər idi? Rasional. Tam ədədin naturala. Tutaq ki, -1 tamdır, 2 naturaldır. Düzdür? Konkret bilirik ki, biz bura 1.5 yaza bilmərik. -2.8 yaza bilmərik. Düzdür? Yəni bu olsa, bunlar tam ədəd sayılmır. Düzdür? Tam ədəd nədir? Bütöv bir rəqəm. Natural ədəd nədir? Müsbət rəqəm. Oldu mu? Aha, rasionalları belə göstərir. Yəni rasionallar budur. Amma irrasionallar nədir? Kök 2-dir, kök 3-dür, kök altında 1.5-dir, kök altında 2.8-dir. Tutaq ki, kök altında nə bilim 2 tam 18-dir. Lap olsun 2 tam %88. Yəni baxın belə deyim də. Burada bizim 2 dənə rasionalımız varsa, bunun arasında sonsuz sayda nə var? Bax bu arada irrasional. İrrasional. Biz düşünə bilmədiyimiz qədər. Amma biz konkret görürük ki, burada -1 ilə -2 tamdır. 1 naturaldır, -1 tamdır. Bunların arasında nə qədər irrasional var. İndi baxın, bunları da irrasionallasaq, tutaq ki, bunların hamısının arasında irrasional var. Qırmızı ilə çəkdim. İndi qara ilə də rasionalları işarə edeyim. Düzdür? Qara ilə də rasionalları işarə edirəm. Qara ilə işarələdim. Aha, indi baxın bir dənə balacalaşdırdım. Gördünüzmü? İrrasionalların içində ittibatlı bu rasionallar. Bax, bu rasionallar irrasionalların içində ittibatlı. Bizim gördüyümüz təkcə irrasional oldu. Rasionallar neynədir? İçində ittibatlı. Ona görə deyirik ki, irrasional ədədlər rasional ədədlərdən qat-qat çoxdur. Cədvəlini çəkmək istəsəm, cədvəlini çəksin. Bax, belə bir diaqram, cədvəl kimi bir şey çəksin. Bura həqiqi ədədlərdir. Obşu bu həqiqi ədəd. Yəni bu kvadratın düzbucaqlı həqiqi ədəddir. Bax, bunun bütün hissəsini irrasionallar təşkil edir. Yalnız bir hissəsini, bax bu hissə, bu bütöv hissə var ya, buranı görürsünüzmü? Başa düşürsünüzmü? Burada. Bəli, Bura bəli. irrasionallarımızdır. Burada yerdə qalan küdür. Kümüz nə idi? Rasional. Rasionallarımız. Rasional. Biz dedik axı irrasionallar rasionallardan daha çoxdur. Ona görə bunun payına 70 düşürsə, bunun payına 30% düşür. 30. Aha. Rasional ədədlərimizin içində nə var? İndi baxın, bu diaqramı köçürürəm bir qırağa. Onun üstündə eləmirəm. Əslində onun üstündə eləməliyəm, amma eləmirəm. Çünki pis düşəcək. Rasionalların içində nə var? Tam ədədlər var. Z. Baxın, bu Q-dür. Q-nun içində nə var? Tam ədədlər var. Tam ədədlərin içində nə var? Natural ədədlər var, düzdür? Tam ədəd nədir? -1, 0, 1. Natural ədədlər bunun içindədir axı. 1 müsbət. Düzdür? Aha. Bir də burada adi kəsrlər var. Adi kəsrlər. Adi kəsrlər. Baxın, bu hissədə adi kəsrlərdir. Adi kəsr. Kəsr nəyə deyirik? 2-də 1, 5-də 1, 3-də 1. Düzdürmü? Aha. Baxın, həmin bu hissə var ya, burada bu qalan hissə tamla adi kəsrin Bəli, arasında. Aysa. Orada bizim həmin o necə deyim, 2-də 3 falan, 2,3 falan yazırıq, 1,5 falan. Həmin o hissədir. Həmin o hissə. Belə deyim də, ona da adi kəsr deyə bilərik əslində, amma tam deyə bilmərik də. Sadəcə bilirik ki, 2,3, 1,5, məsələn 3,8, 2,96 və s. Bax, bunlar hamısı ora daxildir. Amma baxın, adi kəsr deyəndə bura 2-də 1-dir. Amma bura nədir? 0,5 məsəl üçün. 0,5 ilə 2,5-in 2,1-in fərqi yoxdur, bilirəm. 2,1 elə 0,2 2-də 1 onsuz da 0,5 demək deyil. Bilirəm, bunun fərqi yoxdur. Amma bu kəsr şəklindədir. Bu nədir? Başqa cürdür, fərqlidir. Biri tamla verilib, biri kəsrlə verilib. Həmin bu hissə tam hissədir. Belə deyim də, tam hissə. Kəsrlə tamın qarışığı. Onu bilməyinizə ehtiyac yoxdur. Əsas bilməyiniz vacib olan rasional ədədlərin içində naturalla tamın olmasıdır. Əsas bunu bilməlisiniz. Bir də irrasional ədədlər rasionallardan daha çoxdur. Bu da ümumi, bu qrafik ümumi həqiqi ədədlərdir. Həqiqi ədədlər rasionalla irrasionalın birləşməsidir. Birləşməsi.
Başa düşdünüz bunu? Aha, Aha. bəli. Bunları keçdik. Bir də bizdə ədəd oxunda qeyd eləyəndə məsafə parça anlayışı meydana çıxır. Məsafə parça anlayışı nə mənada? Parçaların sayılması falan onu demir. Baxın, məsələn, bizdə sual qoyur. Elə həqiqi ədədlərdə səhv eləmirəmsə birinci sualın özü idi. Məsələn, deyir ki, 1 və 3 arasında məsafə. 1 və 3 arasında məsafə nə qədərdir? 1 və 3 arasında məsafə. 2-dir də. 2. Aha. Tutaq ki, ədəd oxudu. 1 ilə 3 arasında məsafə. 1, 2. Düzdür? Aha, bunu dedik. Aha. Məsələn, başqa bir şey deyim. Tutaq ki, deyirəm, -2 ilə -2 və 3 arasındakı məsafə. Onu da bir çəkirik. Çəkdinmi? -2, Tutaq ki, bura 0. -1, -2, -1, 1, 2, 3. 3. 1, 2, 3, 4, 5. Bir sözlə, nə edirik? Bu mənfini nəzərə almırıq. Çox uşaq elə bilir ki, 1-dir. Deyir ki, -2 ilə 3-ü toplayıram, hə, 1-dir. Niyə? Çünki dedi ki, 1 ilə 3 arasındakı məsafə 2-dir. Əstəğfurullah, tərsinə dedim. Deyir ki, -2 ilə -3-ü çıxırıq. Çıxmadı da normal olaraq. Çıxanda deyir -5. Çox uşaq belə deyir, amma mənfi deyil. Parça məsafə necə mənfi olsun? Məsafə həmişə müsbətdir. Fizikada keçirik biz. Deyirik, yol həmişə müsbətdir. Mənfi ola bilməz. Aha, nə edirik? 3-dən çıxırıq -2-sini. Ən asanı budur. 3-dən də -2 çıxanda 1 mənfi burada, 1 mənfi burada. 3 plus 2, 5. Cavabım olur 5. Başa düşdük. Burada da nə etməliyik? 3-dən 2-sini çıxmalıyıq, almalıyıq. Daha doğrusu 1-ni çıxmalıyıq, almalıyıq 1. Və yaxud da eləyə bilmiriksə, məcburuq ədəd oxunu çəkək, bir sayaq. Aha. İndi bir də belə bir sual verir. Deyir ki, məsələn deyir, aşağıdakı ədədlərdən hansı 13-dən 5 vahiddən kiçik məsafədə yerləşir? Tutaq ki, A variantı qoyuram 18, B variantı qoyuram 8, C variantı qoyuram 17, D variantı olsun 5, Y variantı olsun 7. Aha, deyirəm aşağıdakı ədədlərdən hansı 13-dən 5 vahiddən kiçik məsafədə yerləşir? Burada cavab 17-dir. Niyə? Çünki 13 ilə 8 arasındakı məsafə, 13 ilə tutaq ki 8 arasında. 13 ilə 8 arasındakı məsafə nə qədərdir? 5. 13 ilə 18 arasındakı məsafə nə qədərdir? Bu da 5-dir. Niyə? Çünki dedik məsafə müsbət götürülür. Düzdür, mənfidir. -5 edir, amma məsafə deyə 5-dir. Yaxşı, 13 ilə 5 arasındakı məsafə nə qədərdir? 8. 13 ilə 7 arasındakı məsafə nə qədərdir? 6. Mən nə dedim? 13-dən 5 vahiddən kiçik məsafə. Bir dənə 17-yə baxın. 13 çıxılsın 17. Məsafə nə qədərdir? 4. 5 vahiddən kiçik. Hansı oldu? Bir dənə 17 oldu. 13-dən çünki 13 ilə 17 arasındakı məsafə nədir? 4-dür. 5-dən də kiçikdir də 4. Konkret görürük ki, 5 5-dən kiçik deyil, 5 5-dən kiçik deyil. 8 5-dən böyükdür, 6 5-dən böyükdür. Mənə bir dənə qalır, məsafəm 4. Bəzən uşaqlar burada 18-i götürür. Yenə deyirəm, niyə 18-i götürürlər? Elə bilirlər 13-dən 18 çıxanda -5. Hə, cavab -5. Məsafə -5 ola bilməz axı. Bunu nəzərə almırlar. Ona görə cavab gedir səhv. Cavab da oldu bütün səhv. Test də getdi, it də getdi, ip də getdi. Ona görə hamısını yoxlayıb düzgün cavab vermək lazımdır. Yenə gedirəm. Məsafə mənfi ola bilməz. Mənfi olmur. Bunu qeyd edin, yəni konkret yadda saxlayın. Oldu mu? Bəli. Aha, indi gəlirəm ədədin modul anlayışına. Ədədin modul anlayışı. Bu məsafədən daha maraqlı bir anlayışdır. Belə deyim. Deyirəm ki, verilən ədədin ədəd oxundan koordinat məsafəsi. Verilən ədədin ədəd oxundan koordinat məsafəsi ədədin modulu adlanır. Ədədin modulu
adlanır. Aha, indi gəlin qeyd edək. Ədəd oxudu. Koordinat məsafəsi haradır? 0. Ədədin koordinat məsafəsindən verilən ədədin ədəd oxumda koordinat məsafəsindən məsafəsi daha doğrusu nə adlanır? Ədədin modulu. Tutaq ki, məsafə olsun bu qədər. A ədədidir. Koordinatda oxunan koordinat məsafəsi nə oldu? Ədədin modulu adlanır. Baxın, bu hissə A ədədinin modulu adlanır. Bu hissə, bu hissə. Bunu normalda bu mötərizə ilə çəkməliydim, amma əyridir deyə belə çəkə bilmirəm də. Bura adlanır ədədin modulu. Başa düşdük? Aha. Bəli. Modul işarəsində bilirik də. Tutaq deyirəm A-nın modulu 2 dənə düz xətt. Aha. İndi deyirəm modul A böyük bərabər 0. Bu mütləq bir şərtdir. Ədədin modulu həmişə 0-dan böyük bərabər olmalıdır. Çünki modul heç vaxt mənfi ola bilməz. Oldu mu? Heç vaxt modulu mənfi götürə bilməz. Aha. İndi modulun tərifini versəm, deyirəm ki, modul A bərabərdir. Deyirəm birinci. Həmin o enci dərəcədən kökün xassələri, həqiqi kökün xassələrində falan demişdim yenə. Orada da belə bir şərt var idi, amma orada fərqli idi biraz. Çünki kök altı falan var idi. Burada moduldur. Deyirəm A 0-dan böyük bərabər olduqda 0-dan böyük bərabər. Tutaq ki, 5-dir. 5 0-dan böyükdür. 5-in modulu nə çıxar? 5 çıxar da, düzdür? Özü çıxdı. Deməli, A 0-dan böyük bərabərdirsə, A-nın özü çıxacaq. Hansı şərtdə? A 0-dan böyük bərabərdirsə. Düzdürmü? İndi bir də deyirəm ki, A kiçik bərabərdir 0-dan. Şərtimi qoyuram bura. A kiçik bərabər 0-dan. Məsələn, mənfi 5 olduqda cavabım olur mənfi. Yəni, modul A modula mənfi. A onsuz da kiçikdir 0-dan. Cavab nədir? Mənfidir. Baxın, modul 5-dən nə çıxır? Müsbət 5 çıxır. Düzdür? Baxın, bu müsbət 5 bunun müsbətidir. Amma A kiçikdən 0-dır. Rəqəm özü kiçikdən 0 deyə qabağa bir mənfi atıram. O mənfi onun mənfisidir. Onda şərti qoyur da oradakı, yəni böyükdür, kiçikdir, qabaqcadan qoyur. Aha, yəni konkret əvvəlcədən deyir. Tutaq ki, deyirəm mənfi 6. Siz bilirsiniz ki, mənfi 6-nın modulu nədir? 6-dır. 6. Amma sizə şərt verib ki, rəqəm özü mənfidir. Rəqəm özü mənfidirsə, sən bunun qabağına həmin bax bu mənfi modulun mənfisi deyil, şərtin mənfisidir. Başa düşdüm. Oldu mu? Amma normalda biz bilirik ki, mənfi 2-dən modul 2 çıxır. Mənfi 2-dən modul 2 çıxır. Amma bizə şərt versə ki, mənfi 2-dən modul mənfi 2 çıxmalıdır. Hansı şərt daxilində A kiçik bərabər 0 olduqda. 2. İndi burada ədəd olsa da düzdür. Biz rəqəm yazıq. Biraz səhvlik elədik. Düzdür, amma rəqəmlə göstərdim ki, başa düşəsiniz ki, mənfi o mənfi deyil. Öz mənfisidir. Şərtin öz mənfisidir. Aha. Ondan sonra burada elə bir heç nə qalmadı. Bir dənə testlərdir. Yəni modulu bildiniz, əsas odur. İndi testlər nə testlər? Nə cür ən çox bilməlisiniz və imtahanı nə cür düşür? Tutaq ki, gəlin bir dənə özümüzdə misal bax. Deyirəm 2 kök 2 çıxılsın 3, üstə gəlinsin kök 8 çıxılsın 5. İfadəsini hesablayın, tapın, sadələşdirin. Belə deyim də. Baxın, modul. Modulda mənfi müsbət yoxlanmalıdır. Mənfi müsbətin yoxlanması üçün belə bir şey deyim, o gün də demişim. Beyninizdə bu kök 2 çıx 3-ü ayrı-ayrılıqda kvadrata yüksəldin. 2-nin kvadratı 4, kök 2-nin kvadratı 2 çıxılsın. 3-ün kvadratı 9. 8-dən 9 çıxanda nə eləyir? Mənfi. Lazım deyil, mənfi 1 eləyir, mənfi 15 eləyir. Əsas odur mənfi eləyir. Deməli, bu modul nəymiş? Mənfiymiş, düzdürmü? İndi keçdik bu birinə. Kök 8 çıxılsın 5-ə. 8-in kvadratı 8, 5-in kvadratı 25. Yenə nədir? Mənfidir. Atdım bir dənə mənfi. Aha, indi hesablayıram. Əgər modul mənfidirsə, bundan cavab modulun əksi çıxacaq. Yəni kök 2 minus 3-ün əksi. Üstə gələk. Mənfi kök 8 minus 5-in əksi. Bunu niyə 2 dəfə yazdım? Çünki bu çıxır moduldan. Qabağına da bir mənfi atıram. Buradakı pülsumu da itirmirəm. Aha, indi bunu keçirəm hesablamağa. 2 kök 2 nə deməkdir? 2 kök 2. Baxın, vurğu kök işarəsi daxilini saldım. 2 kvadratınla girir mötərizənin içinə, kökün altına. 2-nin kvadratı 4, 4 dəfə 2, 8. Elə 2 kök 2 nə deməkdir? Kök 8. Kök 8. Səhv yazdım. Aha.
hə düz yazılmasıdır. Kök 8. Qabaqda bir mənfi var, minus. Bir mənfi burada, bir mənfi burada, plus 3. Plus mənfi kök 8. Plusu minus elədim, Aha. kök 8. Bir mənfi burada, bir mənfi burada, Plus müsbət. Plus Müsbətdə bir. müsbət, yenə müsbət. 5. İndi baxın. Səhv eləmədik. Kök 8. Yox. Hə, düz eləmiş. Yox, düz. Aha. İndi cavabım oldu 2 dənə mənfi 8. Elədi mənfi 2 kök 8. 3 dənə də 5 plus 8. Cavabım elədi bu. Всё, bu qədər. Cavabım budursa bunu götürün. Oldu? Onu 2-yə ixtisar eləyə bilər cavabda. Necə? Yaza bilər, 2-yə ixtisar Əgər eləyə bilər. Məsələn, kök 8. İkini ortaq vuruq kimi çıxarda bilər. Ortaq vuruq kimi çıxarsa qalar kök 8 plus 4. Ortaq vuruq çıxarda Hə, bu bilər, amma şəkildə ixtisar verə edə bilər. bilməz. Nisbət olsa Hə. da desəydi ki, hə bu ifadəni 2-yə böl. 2-yə böl, onda 2-ləri çıxardıb ixtisar eləyərdim. 2-ləri çıxardıb ixtisar eləyəndə də mənə qalardı 4 minus kök 8. Əgər nisbət Başa olsa, düşdüm. nisbət deyil axı, ona görə eləyə bilmirik. Aha. Bir də məsələn deyir ki, sual qoyur. İkinci sual. Deyir ki, birinci. AB-nin kvadratı kiçikdir 0. Bir də deyir AB kvadratı minus AB kiçikdir 0. Bir də deyir AC kiçikdir 0. Özümüz tapmalıyıq. Deyir A-nın B-nin C-nin işarəsini tapın. A-nın B-nin C-nin işarəsi mənfidirmi, müsbətdirmi özünüz tapın. Baxın, kvadrat həmişə nədir? Müsbət. Müsbət. Deməli A nəymiş? Mənfiymiş ki, cavab mənfi eləyib. Aya tapdıq? Hə. Mənfi. İndi baxın, gəlin bu ifadəni sadələşdirək. Alarıq ki, AB kvadratı kiçikdir AB. AB kvadratı nə idi? Onsuz da kiçikdir 0 idi. Bir kiçikdir 0 da buradan. Onda AB nə olur? AB də kiçikdir 0 olur. Düzdürmü? Aha, A onsuz da mənfidir. Deməli B nə olmalıdır ki, cavab mənfi eləsin? Müsbət. Müsbət. B-nə tapdıq? Müsbət. İndi keçdim AC-yə. Baxın, A nə idi? Mənfi idi. Deməli C nə olmalıdır ki, cavab mənfi eləsin? Müsbət. Müsbət. Gördünüz, özümüz təyin elədik bu şərtlərə görə. Kvadrat həmişə müsbətdir. Bizə bir dənə B kömək oldu. Kvadrat həmişə müsbətdir. Deməli bu ifadə müsbət. Bu mənfi olmalıdır ki, cavab mənfi eləsin. Oldu? Başa düşdüm. Başa düşdünüz? Yəni çətin deyil. Aha. Yox. Hə, bir də bizdə qaldı demədim. Ədədi orta var, həndəsi orta var. Ədədi ortanı deyəndə ədədləri toplayırsan sayına bölürük, düzdür? 2-yə böl. Ədədləri toplayırıq, sayına bölürük. Həndəsi orta nədir? Həndəsi orta kök 6-dır. Say dərəcədən hasil. Say dərəcədən hasil. Tutaq ki, deyirəm 1, 2, 3, 4, 5-in həndəsi ortasını tapın. Neçə dənədir sayı? 1, 2, 3, 4, 5. Deməli 5-ci dərəcədən bunların hasili. Bu oldu nə? Həndəsi orta. Həndəsi orta. Bərabərdir buna. Aha. 2 dəfə 3, 6, 6 dəfə 4, 24. 24-ü 5-ə vuranda 120. 5-ci dərəcədən 120. Bu da cavab çıxmadı, hə belə qaldı. Və yaxud desəydik ki, ədədi orta toplayırıq 1 plus 2 plus 3 plus 4 plus 5 toplayır, sayına bölürük. Oldu? 5-ə bölürük. Aha, həndəsi ortada budur. Başa düşdü? Toplayıb sayına bölürük. Bir dəqiqə. Ədədi orta həsadda həndəsi ortanı əsasiyyatda saxlayın ki, n dərəcədən, hasil dərəcədən, daha doğrusu say dərəcədən hasil. Hasilləri burada yazırsınız, sayını da burada qeyd edirsiniz. Kökün dərəcəsini. Aha. Bir də harmonik orta, statistik orta, orta statistik meyl falan var. Onları statistika bölməsində izah eləyəcəyik. Sizə izah eləməyəcəm, yox. Çünki siz bloka getmirsiniz. Sizə izah eləyəcəm, bloka getmirsiniz ona görə. O həndəsi orta həndəsi orta nə idi? Harmonik orta statistikdir, orta statistik meyl falandır. Onlar birinci, ikinci qruplara düşür. Bir də 4-ə, sizə düşmür, 3-süz. Aha. Bir dənə misal deyim. Misal 3 olsun da, yadımdan çıxdı nömrə. Tutaq ki, deyir, x plus y cəmi 5 olarsa, sual əzbərləmişəm, elə sual yadımdaydı. Qocam neçə idi? X plus y, özümüzdən rəqəm deyir. Deyir, a minus x plus 7 plus b minus 7 plus 11 bərabər 0. Olarsa a plus b-ni tapın. Baxın, x plus y-i verib, a plus b-ni istəyir. Bunu necə eləyirsiniz? Əgər 2 dənə modulun, baxın, bu bir modul, bu bir modul, bu da bir modul. 2 modulun
cəmi 0-a bərabərdirsə, bu modulun qiymətlərini ayrı-ayrılıqda 0-a bərabər götürə bilərsiniz. Yəni bunu bilin. Əgər 2 modulun cəmi buraxılışa düşmə ehtimalı var. İmtahan tipli misaldır. Əgər 2 modulun Ancaq ayrı-ayrı cəmi, yəni fərqi yox. Aha, Ancaq qayda olaraq cəminə belə aid. yaza bilərsiniz. Baxın, bu qaydadır ha. Bunun bu aya heç bir dəxli yoxdur, aya B-yə. Əgər 2 modulun cəmi 0-a bərabərdirsə, bu modulların qiymətləri ayrı-ayrılıqda 0-a nədir? Bərabərdir. Bu şərti yaza bilərsiniz qaydanı. Aha, indi gəlin hesablayaq. Birinci. Birincidən A-nı tapaq. A bərabərdir. Bu niyə yazmır? A bərabərdir. X keçdi o tərəfə. Mənfi də oldu, müsbət. 7 müsbət idi. O tərəfə keçdi, oldu minus. A bərabər x minus 7. İkinci nə idi? İkinci. B-ni tapsaq. Y müsbət idi. Mənfi idi. O tərəfə keçdi, oldu nə? Müsbət. 11-də mənfi idi. Minus. Məndən nə istəyirdi? A plus B-nin cəmini. Gəlin yerinə qoyaq, toplayaq. X minus Y plus Y minus 11. Bunu da sadələşdirsəm alaram x plus Y minus 18. X plus Y-i mənə vermişdim. 5. 18, 6, 5. 5 də gəl. 5-dən 18 çıxanda mənfi 13. Cavabım nə oldu? Mənfi 13. Mənfi 13. İndi deyirsiniz ki, ay Allah, mən neyim bu misalı necə hesablayım? Axı bilmirəm ki, bu modulun içi müsbətdirmi, mənfidirmi? Bunu bilmirik. Çünki konkret bizdə qiymət yoxdur. Düzdürmü? Əgər məsələn olsaydı ki, 2 minus kök niyə yazmır? 2 minus kök 7. Hə, bunu 2-nin kvadratı 4, 7-nin kvadratı 7. Cavab verir mənfi 3. Deməli modulun içi nəymiş? Mənfiymiş. Bunu təyin edə bilirik. Amma burada A var, X var, qalmışıq əlində. Bilməliyik ki, əgər 2 modulun cəmi 0-a bərabərdirsə, bu modulun qiymətləri ayrı-ayrılıqda nəyə bərabərdir? 0-a bərabərdir. 0. Bunu bilməz. Oldu mu? Aha. Aha. Qayda söndürün.